Selini, adamı ne çok gözlemeye mecbur edirsiniz. Benim aziz dostum Pietro. Adil İskəndərovun tamaşaya qoyduğu Vaqif, Fərhad və Şirin, Otello, Cavanşir kimi əsərlərin səhnə təcəssümü milli rejissorluq sənətinin ən görkəmli nümunəsidir. Sənətkarın kinoaktyor kimi yaratdığı obrazlar, xüsusilə Kamilov, Signora Sileni, Kərbəlayı həmişə öz yadda qalanlığı ilə seçilib. SSR dövrünün məhsulu olan Axırıncı Aşım filmindəki Kərbəlayını illərlə mənfi obraz kimi təlqin etməyə çalışmışlar. Lakin dahi sənətkar bu obrazı elə yaratdı ki, tamaşaçıların gözündə əsl el qəhrəmanına çevrildi. Onun tərəf müqabilləri də sənətkarın böyüklüyünün danılmazlığını təsdiqləyir. Sən onun elçilərinin qabağından qaçırsan Kərbəlayı. Çox təşkilatçı adam idi. Studiyaya girirdin, inanın, ayaq basmaq istəmirdin, tərtəmiz gül kimi. Adama ləzzət eləyirdi. Elə də təşkilatçı sabahdır, nəhəng adam idi. Adil İskəndərovun doğum günü may ayına təsadüf edir. Onun böyüyüb boya başa çatdığı ata yurdunda indi qardaşı oğlu yaşayır. Özündən kiçik qardaşımın oğluyam. Əmimdir, çox mehriban olub, çox bizə qarşı istəkli olubdur. Biz də onu çox sevmişik, bir dahi kimi. Necə bizim ona hörmətimiz, xalqın da ona böyük hörməti, istəyi var idi. Çox gözəl sənətkar idi. Gəncəyə gələndə Xaşbulağa gedərdik, kebab çəkərdik, qonaqlıq eləyərdik, yığardı, danışardı. Müsahibimizdən bizi heyrətə gətirən bir faktı eşitdik. Devlət tərəfindən bunun misdən hazırlanmış böyük bir barelefi vurulmuşdu. Bu da xalq tərəfindən, qohum əqrəbası tərəfindən, nəsli tərəfindən çox bəyənilmişdi. Devlətin ona qarşı olan bir böyük hədiyyəsi kimi biz qarşıladıq. Onun adına burada küçələr qoyuldu, küçələr salınmışdı. İndi hal-hazırda bu dəqiqə ikinci ças deyilən körpünün o biri hissəsində onun adına böyük küçə qoyulubdur. 2002-ci il mart ayının 8-də mən elə qapıya çıxıb baxanda gördüm barelef yoxdur. Bu vaxtda çox yerlərə müraciət elədim. Bunun oğurlanması və yaxud kim tərəfindən, nəyə görə oğurlanması, yox olması məni çox hiddətləndirdi. Ondan sonra öz hesabıma həmən indi asılan barelefi bizim qədim Gəncə qabırsanlığında nazik bir mərmərdən şeyini qoydurduq, nədir, barelefini qoydurduq. Bəlkə kişi gecə Bakıya qayıtmaq istəyirmiş. Adil İskəndərov Azərbaycan teatr və kino sənətində öz möhürünü vurdu və gənc aktyorlar hələ illərlə bu məktəbin təcrübəsindən bəhrələnəcək. Xalidə Babayeva, Milyoni Seyidzadə, Xəbər Plus. O qırmızı bayraq asmışdın, ha? Orada öz bayrağıma saçağım.